Sizə vulkan ərazisində evlər göstərəcəyik. Təsəvvür edirsiniz, vulkan ərazisində, ümumiyyətlə ona yaxın ərazidə tikilən evlər. Absurd səslənir, amma düzdür, realdır. Məsələn, Binəqədidə belə hallara rast gəlinir. İnsanlar sanki vulkanın bir daha püskürməyəcəyinə əminmiş kimi onun bir adımlığında yaşayırlar. Amma ötən həftə palçıq vulkanlarının da hansı gücdə püskürə biləcəyinin şahidi olduq. Alovla və s. dəhşətli formada püskürürdü. Yaxşı, bu özü ilə bərabər hansı təhlükələri gətirə bilər həmin ərazilərə? İzləyin. Vulkanın ətəyində ev tikmək bu özü bir təhlükə mənbəyidir. Təhlükə ilə üz-üzə yaşamaq deməkdir. Bir neçə gün bundan əvvəl Otmanbozdağ vulkanında vulkanın püskürməsi nəticəsində mövzu aktuallaşdı. Hazırda biz Keyrəki vulkanında çəkilişimizi davam etdiririk. Qeyd edək ki, bu ərazidə olan sakinlər öz evlərini vulkanın tam püskürdüyü ərazi ilə yaxın məsafədə tikiblər. Hansı ki, vulkan püskürdüyündə evlərin divarlarına qədər, hasara qədər axıb gedir. Vulkan püskürməsi əgər sizin yaşadığınız məntəqəyə yaxınlaşırsa, yəni yaxınlığınızda baş verirsə, təbii ki, vulkanın materiallarından qorumaq üçün vacib əşyalarınızı götürüb evinizi tərk eləməlisiniz. Hətta əgər ola bilsin ki, sizin ev heyvanlarınız var, yəni evdə saxladığınız digər canlılar var, onları da həmin ərazidən uzaqlaşdırmaq lazımdır. Yəni ümumiyyətlə vulkanın təhlükə törədə biləcəyi yerdə qalmamaq tövsiyə olunur. Bu tip evlərə çıxarışın verilməsi mümkündürmü? 100 minlərlə çıxarışsız fərdi yaşayış evləri mövcuddur ki, çıxarışsız fərdi yaşayış evlərinin bir hissəsi vulkanik dağların ətrafında inşa olunmuş fərdi yaşayış evləridir. Bu tip ərazilərdə tikinti işlərinin aparılması qadağandır və bu ərazilərdə inşa olunmuş fərdi yaşayış evləri və ya hər hansısa bir daşınmaz əmlak heç bir halda çıxarışla təmin oluna bilməz. Vulkan ətəyində inşa edilən evlərin boşaldılması nə zaman baş verəcək? Bu evlərin inşası qanunidirmi? Bu suallarımızı Binəqədi Qəsəbə Bələdiyyəsinə ünvanladıq. Qurumdan bildirildi ki, uzun illər adı çəkilən ərazidə mühafizə zolağından kənarda əsasən məcburi köçkünlər qanunsuz özbaşına məskunlaşıblar. Hazırda işğaldan azad olunmuş ərazilərdə yenidən qurma və bərpa işləri davam edir. Ölkənin müxtəlif ərazilərinə məskunlaşmış bütün məcburi köçkünlər kimi Keyrəki vulkan ətrafında da yaşayan məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə köçürüləcəklər. Geologiya və Geofizika İnstitutunun direktoru Akif Əlizadə vulkan ətəyində ev tikən vətəndaşlara xəbərdarlıq etdi. Yaşadıqları yer hər an külə dönə bilər. Ev eşik salarsan, ailə qurarsan, amma bir gün elə bir hadisə əmələ gələr ki, sən sonra bunun qabağında dura bilməyəcəksən. Xeyli təhlükəli. Mən bir də deyirəm, yəni bilinmir nə vaxt, haçan, nə güclə bu püskürmə davam edəcək. Ümid edirik ki, aidiyyatı qurumlar və sakinlər fərdi yaşayış yerlərini inşa edən zaman öz təhlükəsizlikləri üçün qaydalara əməl edəcəklər. Əks halda baş verə biləcəklər düşünmək insanı dəhşətə gətirir.